Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda uşaqdan böyüyə hər kəsin sevdiyi blinçikli tort reseptini sizinlə paylaşıram. Dondurma dadında çox dadlı, meyvəli, yaz-yay mövsümünün ən sevilən tortlarındandır. İndi keçək hazırlanma qaydasına. Əvvəlcə blinçiki hazırlayıram. Bunun üçün 3 stəkan yarım un götürmüşəm, 1 litr süt, 3 ədəd yumurta, 4 dolu xörək qaşığı şəkər tozu, 100 ml bitki yağı, 1 paket qabartma tozu, 1 paket də vanil. Ərzaq qabına 3 ədəd yumurtanı əlavə eləmişəm. Üzərinə çay qaşığının 3də 1-i qədər duz əlavə edirəm. Şəkər tozunu, qabartma tozunu, bir də şəkərli vanili əlavə edirəm. Bunları əvvəlcə mikserlə biraz qarışdırıram. Qeyd edeyim ki, ərzaqlar otaq temperaturunda olmalıdır. Qarışdırandan sonra 1 litr sütü də qaba əlavə edirəm. Xəmir nə çox qatı, nə də çox duru olmasın deyə əvvəlcə götürdüyüm unun 3 stəkanını qaba əlavə edirəm. Stəkan ölçüsü 200 ml-dir. Unu əlavə eləyəndən sonra mikserlə qarışdırıram. Qalan yarım stəkan unu da sonda əlavə edirəm. Onu da mikserlə qarışdırıram. Götürdüyüm 100 ml yağı sonda qaba əlavə edirəm. Ərzaqların hamısını bütövləşənə qədər mikserlə qarışdırıram. Blinçikin xəmiri çox qatı olmamalıdır. Belə gördüyünüz kimi biraz duru olmalıdır. Xəmir qalanda da biraz qatılaşır. Xəmiri hazırlayandan sonra bir 15 dəqiqə gözlədib sonra blinçikləri bişirirəm. Bu arada kremi hazırlayıram. Krem qaymaqlıdır. Qaba 500 ml, yağlılığı 33% olan qaymaq əlavə eləyirəm. Qaymağı mikserlə qarışdırıb krem halına gətirirəm. Əvvəlcə mikserin aşağı xodunda qarışdırıram. Sonra sürətini artıraraq qatılaşıb krem halına gələnə qədər qarışdırıram. Qaymaq soyuq olmalıdır. Qaymaq soyuq olanda onda krem çox yaxşı alınır. Qaymağa 200 qram da qatlaşmış süd əlavə edirəm. Qatlaşmış süd zövqə görə az ya da çox əlavə eləyə bilərsiniz. Mən 200 qram əlavə elədim. 1 çay qaşığı da vanil. Vanil də zövqə görədir. Bunları da tam krem halına gələnə qədər qarışdırıram. Çox gözəl krem alınıb bu şəkildə hazırlayıb soyuducuya yerləşdirirəm. Blinçikləri bişirirəm. Qeyd edeyim ki, istifadə elədiyim tavanın diametri 21 cm-dir. Tava qızmar olandan sonra hazırladığım xəmir qarışımından bir çömçə tavaya əlavə edib tavanın içində yayıram. Bir üzü qızarandan sonra çevirirəm. O biri üzü də bişib qızarır. Blinçiklərin hamısını eyni qaydada bişirib üst-üstə yığıram. Blinçiklərim artıq bişib. Gördüyünüz kimi çox gözəl, nazik, yumuşaq blinçiklər alınıb. Hazırladığım xəmirdən 25 ədəd blinçik alındı. Tort üçün çiyələk, bir də banan götürmüşəm. Video çox vaxt aparmasın deyə meyvələrin doğranma hissəsini çəkməmişəm. Xırda-xırda doğramışam. Tortu diametri 24 cm olan formanın kəmər hissəsində yığıram. Blinçiklərdən formanın üzərinə düzürəm. Qızarmış tərəfini alt tərəfə çevirərək formanın kəmər hissəsinə düzürəm. İçərisini əlimlə düzəldirəm. Blinçikləri düzəndən sonra üzərinə krem çəkirəm ki, blinçiklər bir-birinə yaxşı yapışsın. Orta hissəsinə də hazır blinçiklərdən birini yerləşdirirəm. Üzərinə krem əlavə eləyib hər yerinə krem çəkirəm. İstəyə görə tortu pişmiş kremlə də hazırlamaq olar, amma qaymaqlı kremlə daha dadlı alınır. Birinci mərhələdə kremin üstündən doğradığım banandan əlavə eləyirəm. Bananın üstündən də yenə blinçik yerləşdirirəm. Onun da üstündən yenə krem əlavə eləyib hər yerinə krem çəkirəm. İkinci sırada kremin üstündən xırda-xırda doğradığım çiyələklərdən əlavə edib üstünə yayıram. Belə ardıcıl olaraq blinçiklərdən yerləşdirib üstünə krem çəkib meyvələrdən əlavə eləyirəm.
Tort üçün damla şokolad götürmüşəm. Damla şokolad zövqə görədir. Ara bir meyvələrin üstündən damla şokoladdan əlavə eləyirəm. İstəyə görə qoz ləpəsi də əlavə eləmək olar. Blinçikləri belə ardıcıl olaraq üst-üstə yığıram. 4-5 qatdan sonra kəsəndə içərisi daha gözəl görünməsi üçün blinçiklərin üzərinə krem çəkirəm, meyvə qarışımından əlavə eləyirəm. Belə videoda göstərdiyim kimi rulon kimi bükürəm. Bükdüyüm rulonları formaya yerləşdirirəm. Tam üstü örtülənə qədər belə rulonlardan hazırlayıb formaya yığıram. Onun da üstündən yenə krem çəkirəm. Tutduğu qədər blinçiklərdən üst-üstə yığıb arasına krem, meyvə əlavə eləyib tortu hazırlayıram. Bu artıq sonuncu blinçikdir. Sonuncunu da üzərinə krem çəkirəm. Açıq qalan blinçikləri üstünə gətirib əlimlə büzüb şəkil verirəm. Sonunda qalan kremlə ortasına çəkirəm. Üzərini çiyələklə damla şokoladla bəzəyirəm. Tortun üstünü siz öz zövqünüzə görə istədiyiniz kimi bəzəyə bilərsiniz. Tortun reseptini videomun açıqlama bölümündə qeyd etmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Tortu bu şəkildə hazırlayandan sonra 4-5 saat soyuducuda saxlamaq lazımdır. Soyuducuda nə qədər çox qalırsa, onda krem çox dadlı olur. Tam dondurma dadı verir. Tam hazır olandan sonra qəlibdən çıxardıram. Gördüyünüz kimi belə gözəl, hündür bir blinçik tortu hazırladım. Bu şəkildə hazırlayıb soyuducuya yerləşdirirəm. Tortum artıq hazırdır. Vaxt azlığından çox gözlətmədim. Kəsib içərisinin necə olduğunu sizə göstərmək istəyirəm. Plan bir dondurma dadında çox dadlı, meyvəli bir hündür bir tort alınıb. Əsl yay tortudur. Tortu istənilən fərqli kremlərlə, bişmiş kremlə, smetanlı kremlə də hazırlamaq olar. Çox dadlı alınır. Siz hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayan hər kəsə öncədən nuş olsun deyirəm. Videomuzu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, əgər abunə deyilsinizsə abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.